Apple'ın 2026 ilə dair planları şirkətin məhsul çeşidində köklü dəyişikliklər etməyə hazırlaşdığını göstərir. Gələn il təqdim ediləcək bəzi cihazlar yalnız texniki baxımdan deyil, istifadəçi təcrübəsi baxımından da böyük yeniliklər vəd edir. 2027-ci il üçün məhsul intibahı ifadəsi artıq kulvar söhbətlərində səslənsə də, Apple 2026 ildə daha erkən və təsirli addımlar atmağa hazırlaşır. Apple 2026 ildə tamamilə yeni məhsullarla gəlir. Bunların başında Apple'ın ilk qatlanan telefonu yer alır. iPhone 17 Air modeli ilə klassik dizaynlardan uzaqlaşmağa hazırlaşan Apple 2026 ildə tamamilə yeni bir form faktora keçəcək. iPhone Fold adlandırılan bu model təxminən 7-8 düymlük daxili ekranı və 5 düymlük xarici ekranı ilə diqqət çəkir. Qatlandıqda 9 mm, açıldıqda isə cəmi 4-5 mm qalınlığa sahib olacaq bu modelin ekranında heç bir bükülmə izi olmaması hədəflənir. Yan düyməyə inteqrasiya olunmuş Touch ödə texnologiyası ilə gələcək cihazın qiymətinin 2000 ABŞ dollarından çox olacağı deyilir. Qatlanmış vəziyyətdə klassik iPhone kimi görünən bu model, açıldıqda isə iPad miniyə bənzər bir istifadə təcrübəsi təqdim edəcək. iOS 20 ilə birlikdə bu qatlanan quruluşa xüsusi proqram təminatı yeniliklərinin də təqdim olunması gözlənilir. Hətta bəzi xüsusiyyətlərin ön baxışının iOS 19-da olacağı iddialar arasındadır. Tamamilə yenilənmiş MacBook Pro gəlir. Diqqət çəkən digər yenilik isə MacBook Pro modelinin tamamilə yenidən dizayn olunması olacaq. Apple 2021-ci ildə MacBook Pro-nu qalınlaşdıraraq bəzi bağlantı nöqtələrini geri qaytarmışdı. Lakin 2026 ildə bu cihaz incəlmiş və yüngülləşdirilmiş yeni bir dizaynla təqdim ediləcək. OLED ekran texnologiyası, çentiksiz dizayn, M6 prosesor ailəsi, C2 modem ilə mobil şəbəkə bağlantısı və hətta sensor ekran dəstəyi kimi xüsusiyyətlərlə MacBook Pro tarixindəki ən böyük yeniləmələrdən birini alacaq.